Bugünkü mövzumuz sidik kanalın darlığı və ya uretranın darlığıdır. Uretranın darlığı kişilərdə əsasən sidik kanal infeksiyası, cinsi yolla keçən infeksiya, iltihabı proses və travma əsasında yaranır. Və sidik kanalın darlığı kişinin həyat tərzini ciddi şəkildə dəyişir. Nə baş verir bu halda? Sidiyə gedəndə gücənmə, ağrı, yanğı hissi, elə olur ki, CD aktını başlamaq mümkün olmur. CD-yə tez-tez insan gedir, qırıq-qırıq gedir, təzyiq olmur. Əgər sizdə də bu şikayətlər varsa, siz CD-yə tez-tez gedirsiniz, qırıq-qırıq gedirsiniz, şırnağı və ya təzyiqi zəifdirsə, hiss edirsiniz ki, CD aktından sonra CD kisəniz tam boşalmayıbsa, bu hallarda uroloqa müraciət edin. Və unutmayın, vaxtında həkimə müraciət etdikdə sizin sağlamlığınız qorunmuş olur.